sakit insanlar ən təhlükəlidir. Gücün həmişə səsli olduğu barədə yayılmış bir yanlış fikir var. Bizə elə gəlir ki, özünə güvənən insan çox danışan, daim özünü göstərən və ambisiyalarını açıq şəkildə nümayiş etdirən biridir. Amma həqiqi güc çox vaxt fərqli görünür. Sakit insanlar özlərini sübut etməyə vaxt itirmirlər. Onlar sadəcə söhbətdə qalib gəlmək üçün mübahisə etmirlər. Planlarını hər kəsə elan etmirlər. Bunun əvəzinə işlərinə fokuslanırlar. Başqaları ideyaları müzakirə edərkən, sakit insan onları həyata keçirir. Kimsə şəraitdən şikayətlənəndə o uyğunlaşır və irəliləməyə davamlıdır. Onun inkişafı kənardan görünməyə bilər, amma davamlıdır. Sakit insanın təhlükəsi ondadır ki, onu çox vaxt kiçik qiymətləndirirlər. İnsanlar səsə reaksiya verməyə öyrəşib dərinliyə yox. Onlar hazırlığı, intizamı və daxili işi görmürlər. Yalnız nəticəni görürlər və çox vaxt artıq gec olur. Belə insanlar nadir hallarda təsdiq axtarırlar. Onlar üçün nəticə tanınmadan daha vacibdir. Başqalarının fikrindən asılı olmadıqları üçün təzyiqə dözə bilirlər. Əgər sən səssizcə çalışırsansa, bunu zəiflik kimi qəbul etmə. Bu strateji üstünlükdür. Artıq səs-küy olmadan fokuslanmaq sürət və sabitlik yaradır. Sonda insanın səviyyəsini müəyyən edən onun səsinin yüksəkliyi deyil, sabitliyi və başladığını sona çatdırmaq bacarığıdır. Məhz buna görə sakit insanlar çox vaxt ən güclü olanlar olur.